Zəfər raketləri, sabahın güc mərkəzi, bugün Azərbaycanın müdafiə fəlsəfəsinin ən strateji sütunlarından biri hesab olunur. Videonun ilk saniyəsində təsəvvür edin. Qaranlıq səmada səssizcə yüksələn bir alav xətti, radarlara düşmədən hədəfi tam dəqiqliklə vurmağa hazır bir nəsil və bu gücün adı Zəfərdir. Azərbaycan 44 günlük vətən müharibəsindən sonra müdafiə səlahiyyəsində yeni mərhələyə keçərək istehsal olunan hər raketin daha dəqiq, daha uzaq mənzilli və daha ağıllı olmasına fokuslandı. Zəfər raketləri məhz bu inkişafın praktiki simvoludur. Bu sistemlər yüksək dəqiqlikli naviqasiya modullarına, elektron qarşı tədbirlərə qarşı müqavimətə, dəyişən döyüş şəraitinə uyğunlaşdırılmış uçuş alqoritmlərinə sahibdir. Məqsəd təkcə güc nümayiş etdirmək deyil, həm də müasir döyüşlərdə zərbəni saniyələr içində endirə biləcək çevik və ağıllı arsenal yaratmaq idi. Azərbaycanın hərbi mütəxəssisləri bildirir ki, yeni nəsil raketlərin əsas üstünlüyü onların modullu dizaynıdır. Bu, gələcəkdə həm mənzil artırılmasını, həm də müxtəlif döyüş başlıqlarının quraşdırılmasını mümkün edir. Bundan əlavə, raketlər komanda mərkəzləşdirilmiş idarə etmə sisteminə inteqrasiya olunaraq, real vaxtda kəşfiyyat məlumatları ilə işləyir. Bu, düşmənin mövqeylərini koordinat dəqiqliyi ilə vurmağa imkan verir. Zəfər raketlərinin yüksək dəqiqliyi həm iqtisadi baxımdan daha az sursat israfı, həm də strateji baxımdan daha az əməliyyat zamanı deməkdir. Bu arsenalın ən vacib cəhətlərindən biri də Azərbaycanın öz texnologiyasına sahib olmasıdır, yəni xarici təzyiq və embargolardan asılılıq minimuma enid. Bu raketlər həm quru hədəflərini, həm mühəndis qurğularını, həm də düşmənin komanda məntəqələrini sıradan çıxarmaq üçün hazırlanıb. Gələcək modernizasiya planlarına süni intellektlə dəqiqləşdirilmiş hədəf seçimi, daha yüngül korpus materialları və daha yüksək sürətli mühərrik modulu daxildir. Azərbaycan bu sistemlərlə təkcə regionda deyil, bütün Türk coğrafiyasında texnoloji güc mərkəzinə çevrilir. Nəticə isə budur. Zəfər raketləri təkcə silah deyil, Azərbaycanın sabaha atdığı texnoloji imzadır. Bu videonun sonunda bir həqiqət açıq görünür. Gələcəyin döyüş meydanında üstünlük silahın ölçüsündə deyil, onun dəqiqliyində, ağıllığında və milli innovasiya gücündə olacaq. Və bu gücün adı artıq bəllidir. Zəfər raketləri, sabahın güc mərkəzi.